bizim fəxr olunası bir bayramımızdır. Novruz Azərbaycan xalqının şəxsiyyət vəsiqəsidir. Xalqımızın gözəl Novruz adətləri var. Ölmüş insanları, dünyasını dəyişmişləri yad edirik, bir-birimizin evinə gedirik, bayram süfrələri açırıq, bayram münasibəti ilə təbrik edirik, küsənlər barışır, hamısı gözəllikdir. Eyni zamanda Novruz təbiətlə dediyimiz kimi bağlıdır, təbiətin oyandığı bir zamandır və təbiətin ən gözəl çağı Novruz bayramı və ondan sonraki dövr. Təbiətin öz gözəlliyini ən qabarıq şəkildə ortaya qoyduğu zamandır. Bu gözəl bayram münasibəti ilə, bu mübarək bayram münasibəti ilə hamınızı təbrik edirəm. Allah bu bayramı bizə mübarək eləsin. Allah gələn günlərimizi keçən günlərimizdən xeyirli, faydalı eləsin.